incitin, ne tamaşaçıları incitin, ne onlar sizi söysün, ne siz söğüş götürün. Yoktursa, yok, her işinle meşgul olsun, her işinle meşgul olsun kadar. Sen söğüş problem değil, da söğüşe değme. Sen, Hacım, sen ne rolla gelmişsin kadar? ben başa ödüm, ben mansız okuyabilmirəm da. Ne sen okuyun? Cəmaat var, mesela əldə qavar olur, məndə əldə rol olmalıdır. Rol olanda səsim açılır, dağıdarak. Asfalt şimdi vurmuşsan mı? Burada çəkirlər ki... Sen vurmuşsan. Buyur hanım, bir tane yoklayak senin sesini, görək var mı, ses var mı, yok mu? Yoksa şey diye, bak ne, seni fazla elədi ki, geldim bu muğamları öyrənməyə, xalq mahnılarını öyrənməyə. Səs var deyəndə ki, mən indi oxumuram ki. Mən bilsin nə vaxt oxuyuram. İllər də oxuyuram, mənim mahnılarım olub. Bilmirəm, axır vaxtlarım oldu, mənə efir qadağası qoydular. Niyə? Özüm də bilmirəm. Həqiqətən, niyə də mənə çox maraqlı ki, mənə niyə efir qadağası qoyasan? Yine ver. Yok, belə özün efirsən, ama efirlik deyilsən. Problem olur da. Niyə? Niyə? Nəyim çatmır mənim? Kimdən əskiyəm? Səsim yoxdur, görünüşüm yoxdur, oynamağım yoxdur, danışığım yoxdur, diskiyam yoxdur, mədəniyyətim yoxdur. Yok, sende hamısı var, yiyen yoktu senin. Senin bir yiyen olsa, diğer ki bir sakızı çıkar, bir sakızı çıkar ki biz medeniyetten danışabilir. Sen olmuşsun. Həcə? Esini bak, tar var sende zapas tar. Çünkü her an olabilir ben getiririm.